bir qızı qoşulub qaçan ana indi çıraqla itən digər qızını axtarır. Aman zaman 2 övladı olan qadının döymədiyi qapı da qalmayıb. Hər şey faydasız. Sadəcə dediyinə görə qudasının ona şikayət etmə ikinci qızın da üzünü görməyəcəksən hədələri. Qızının qonşularla qəribə dostluğu ananı müxtəlif fikirlərə salır. Hər şey rəğmən isə ananın bir arzusu var. 22 yaşlı qızını yenidən bağrına basmaq. Əməkdaşımız Nurlan Rafiqoğlu ananı dinləyib və onun problemini aydınlaşdırmağa çalışıb süjeti izləyək. Sabunçu rayonu Mehdi Hüseynzadə küçəsi ev 5B'də yaşayan Qızbəs Muradova ömrünü gününü 2 qızına həsr edib. Müsahibim deyir ki, illər öncə onun həyat yoldaşı vaxtsız vədəsiz dünyasını dəyişib. O da 2 qızını öz gücünə böyüdüb başa çatdırmalı olub. İndi isə 2 qızını itirən ana onların yoxluğundan çarəsiz qalıb. Qızbəs xanım deyir ki, bir müddət öncə o evdə olmadığı vaxt qızı Nərgiz Muradova tanımadığı Yunus adlı şəxs tərəfindən qaçırılıb. Xəbər duyan ana dərhal Yunusun anası ilə əlaqə saxlayıb. Qaçırılan qızın qaynanası isə onu şantaj edərək deyib ki, əgər sən bu barədə polisə xəbər etsən, ikinci qızın Aytacın üzünü bir daha görməyəcəksən. Buna baxmayaraq, ana qoyulan şərtlə razılaşmayıb polisə müraciət edib. Daha sonra ikinci qızın 1992-ci il təvəllüdlü Aytac yoxa çıxıb. Ananın polisə müraciətindən sonra Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları Binəqədi rayonunda yerləşən parkların birindən tapıb anaya qaytarıblar. Anası tərəfindən evə gətirilən qızda anormal hərəkətlər müşahidə edilib. Qızbəs xanım deyir ki, Aytac qonşuluqda yaşayan başqa ölkənin vətəndaşı olan qızlarla dostluq edilmiş. Daha sonra o evdən icazə almadan çıxmağa başlayıb. Tapılandan bir neçə gün sonra isə Aytac evdən telefon və pulları götürərək çıxıb və bir daha geri qayıtmayıb. Bütün bunlar müsahibimin sözləridir. 5-ci Nərgiz qaçdı, 7-si bu bir gün eləyirdi, aralarında bir gün olur. 7-si də bu yoxa çıxdı. Qaçdım, getdim oraya polisə, buraya polisə, qız 15 gün yox oldu. Çıxmadı ortaya. İndiyənə ki, mənim qızım niyə qaçmamışdı? İməni bu qız gedəndən sonra, mən bunlarla dava eləyəndən sonra mən dedim ki, nəyin varsa da hamısını, evin, eşiyin, nəyin varsa da hamısını Aytacın üstünə keçirəcəm dedim. Qırıq ilə mən Nərgizə qismət eləməyəcəm dedim. İlk olaraq Nərgiz xanımın qaynanası ilə əlaqə saxladıq. Aytacın ən son nə vaxt bacısı ilə danışdığını və onun kimlər tərəfindən qaçırıldığını öyrənməyə çalışdıq. Ana yanında olub, belə yanında olub, o qaçır. Mən rayonda böyük oğluma nişan atarıq gəlmişəm. Nişanımın gələn günü Rəsulullah bizə 2 qız oğlanmışdı. Qız qaçırılıbdı. Sən Allah yöntədiyə düşsün küçələrə. Dedim, Bakı böyük bir şəhərdir. Yöntədə küçələrə düşsün. Daha sonra şikayətçi ilə bərabər üst tutduq Aytacın rəfiqəsi olan Milliyyətcə Qırğız Tüsmə xanımın ünvanına. Xanım bildirdi ki, onunla ən son keçən il görüşüb, amma aralarında heç bir yazışma və yaxud münasibət olmayıb. Son vaxtları alınacaqsı şeydədir yazırım. Mən onu komisə də demişim. Komisə aradan çoxdan kesilmişdi. Bu da ağır saydım mən. Dedim ki, şirkətə keçəcəyim. Demişəm. Firma dedim. Şirkətlər yox, şirkət firma. Hansı firmaya getdiniz? Getmədik, firmada işğal edilir. Başqa heç nə demədim. Bütün deyilənlərlə kifayətlənməyib elə Sabunçu rayon 13-cü polis bölməsində olduq. Sahə müvəkkili bildirdi ki, həmin iş Sabunçu rayon polis idarəsində araşdırılır. Elə biz də deyilən ünvana üst tutduq. Qurumun cinayət axtarış şöbəsindən verilən məlumata görə Aytac Muradova birinci dəfə tapılarkən izahata alınıb. Orada 22 yaşlı xanım bildirib ki, o bir daha evdən gedərsə anasının şikayətinə əsasən axtarılmasın. Amma buna baxmayaraq polis idarəsi qızı qohumluq əlaqələri itirilməsin deyə axtarışa başlayıb. Maraqlıdır, birinci dəfə tapılan qızın kimlər tərəfindən necə qaçırıldığı hələ ki müəyyən edilməyib. İndi qızları üçün fəryad edən ananın tək ümidi hüquq mühafizə orqanlarının axtarış işlərinin nəticəsinə qalıb.